Esselamu Aleyküm bizi izleyenler ve hürmetli həmkarlarım. Növbəti kondisionerimiz Altus kondisioneridir. Biz indi sizə onun pultunun istifadə qaydasını göstərəcək. Hər bir kondisionerdə olduğu kimi burada da bir yandırıb söndürmə, yəni on-off düyməsi var. Bunun köməyi ilə biz kondisioneri yandırıb söndürürük. Və bundan aşağıda mod düyməsi yerləşir. Və bu mod düyməsinin köməyi ilə biz kondisionerin rejimlərini dəyişirik. Hal-hazırda siz ekranda qar dənəci işarəsi görürsünüz. Bu da kondisionerin soyutma rejimdə olmağını bizə bildirir. Biz mod düyməsini bir daha basanda burada damla işarəsi gəlir. Bu nəmin alınması rejimidir. Bir daha basırıq. Burada bir ventilator işarəsi gəlir. Bu da deməli kondisionerin ventilator kimi işləməsi deməkdir. Bir daha basanda burada bir günəş işarəsi gəlir. Bu günəş işarəsi də kondisionerin isitmə rejiminin işarəsidir. Bir daha basanda isə burada avto işarəsi gəlir və bu avto işarəsi də deməli kondisionerin avto rejimdə işləməsi deməkdir. İndi isə sizə biz ayrı-ayrılıqda hər bir rejimi izah edəcəyik. Əvvəlcə insanların ən çox istifadə etdiyimiz soyutma rejimindən başlayaq. Mod düyməsini basırıq və burada qar dənəci işarəsi gəlir. Bu rejimdə bir Yusuf müəllim olaraq uzun illər bu sahədə işlədiyimizə görə sizə 22, 23, 24 dərəcə tövsiyə edirik. Çünki belə olduqda sizə soyuq dəymi hadisəsinin baş verməsi gözlənilmir. Bundan başqa əlbəttə ki, burada fan speed düyməsi var. Fan speed düyməsinin köməyi ilə biz ventilatorun sürətini seçirik. Bu aşağı sürətdir, bu orta, bu ən yuxarı sürət, bu isə avto sürətdir. Soyutma rejimində istədiyiniz sürəti seçə bilərsiniz. Əgər yataq otağında kondisionerdən çıxan havanın səsi sizi narahat edirsə, o zaman siz ən aşağı sürəti seçə bilərsiniz və yaxud avto sürəti seçə bilərsiniz. Bir daha mod düyməsini basdıqda damla işarəsi gəlir və bu da kondisionerin nəm alma rejiminin işarəsidir. Bu ən az istifadə olunan rejimlərdən biridir. Bir daha basırıq. Bu isə kondisionerin ventilator rejimində işləməsi deməkdir. Bu da ən az istifadə olunan rejimlərdən biridir. Bir daha basırıq və burada günəş işarəsi gəlir. Bu da isitmə rejimidir. Günəş işarəsi gəldikdən sonra biz demək temperatur düyməsinin köməyi ilə temperaturu 27, 28, 29, 30 dərəcəyə qədər qaldırırıq. Yəni durumundan asılı olaraq istədiyimiz temperaturu seçə bilirik. Temperaturu aşağı salması bu düymə ilə, yuxarı qaldırması bu hissə ilə olur. Və burada ən önəmli məsələ isitmə rejimində kondisionerin sürətinin avto rejimə qoyulmasıdır. Bayaq göstərdiyimiz kimi hal-hazırda aşağı sürətdədir. Bir daha basırıq yuxarı sürət, bir daha basırıq ən böyük sürət və bir daha basanda burada belə bir işarə gəlir. Və bu işarə o demək ki, kondisionerimiz avto rejimdə işləyəcək. Avto rejimdə işləyəndə kondisionerin ventilatorun sürəti mikroprosesorun köməyi ilə idarə olunur və dolayısıyla çöl hissənin tez bir zamanda donması bu halda gözlənilmir. Yəni kondisioner normal işlədiyinə görə həm istiliyi yaxşı verir, həm də çöl hissəsi həddindən artıq başqa kondisionerlərlə müqayisədə gec dolur. Bir daha basdıqda burada avto işarəsi gəlir. Avto işarəsi nə deməkdir? Yəni kondisioner daimi evdə olan temperaturu 24 dərəcə səviyyəsində saxlayacaq. Əgər 24 dərəcədən aşağı düşərsə, kondisioner isitmə rejimində işləyəcək, yuxarı qalxarsa soyutma rejimində işləyəcək. İndi isə digər düymələri başa salaq. Bir daha basırıq, hal-hazırda soyutma rejimindədir və deyək ki, tutaq ki, biz deməli 22 dərəcə qoymuşuq və bu rejimdə deyək ki, fanın sürətini seçmişik orta rejim və yatmaq istəyirik. Belə olduqda sizə istehsalçı belə bir maraqlı bir funksiya qoyub, sleep düyməsini bastığımızda burada ay və ulduz işarəsi gəlir. Bu da nə deməkdir? Kondisioner təxminən 2 saat otağımızın temperaturunu 22 dərəcəyə saxlayacaq. Bir qədər keçdikdən sonra isə temperaturu 23 dərəcəyə, yəni 2 saatdan sonra 23 dərəcəyə, təxminən bir neçə saatdan sonra, 4-5 saatdan sonra isə 24 dərəcə qaldıracaq. Dolayısıyla səhərə yaxın ki, insanların əksəriyyəti kondisioner olan otaqda yatanda üşüyür və bu hadisə burada gözlənilməyəcəkdir. Bu demək funksiyanın ləğv edilməsi üçün sleep düyməsini təzədən basırıq. Burada daha hansı düymələr var? Burada demək swing düyməsi var. Swing düyməsinin köməyi ilə
biz deməli elə edə bilirik ki, gördüyünüz kimi burada hal-hazırda jalüz yuxarı və aşağı hərəkət edir. Bir daha basırıq. Bundan başqa burada manual, yəni əl ilə biz istədiyimiz istiqamətə swing, yəni əl ilə jalüzün istədiyimiz istiqamətini seçə bilirik. Basırıq və hər dəfə basdıqda jalüz müəyyən miqdar aşağı düşür. Bir daha basırıq və s. Və ən axırda yuxarıda dayanır. Daha bir maraqlı deməli iki burada düymə var. Bu da nədir? Timer düyməsi. Timer düyməsi əsasən insanlar az istifadə olunur, amma yenə də lazım ola bilər. Məsələn, tutaq ki, biz istəyirik ki, kondisionerimiz müəyyən bir vaxtdan sonra sönsün. Hal-hazırda işlək vəziyyətdədir. İstəyirik ki, məsələn, 2 saatdan sonra sönsün. Saatımıza baxırıq, tutaq ki, saat indi 12-dir. İstəyirik ki, saat 2-də sönsün. O zaman bu düyməni basırıq. Bu düyməni daha doğrusu basırıq və bu düyməni yəni basırıq və burada 2 saat yığandan sonra set düyməsini basırıq. Bu o deməkdir ki, kondisionerimiz 2 saat keçdikdən sonra avtomatik olaraq sönəcəkdir. Bunu ləğv eləmək üçün cancel düyməsini basırıq. Və yaxud söndürülmüş halda olduğu təqdirdə biz istəyirik ki, tutaq ki, saat işə gedirik, tutaq ki, səhər saat 8-də işə gedirik, istəyirik ki, axşam saat 17-nin radələrində yansın. Yəni 8 ilə 17-nin arasında 9 saat fərq var. Biz bunu basırıq. Burada 9 saatı qurandan sonra set düyməsini basırıq. Kondisionerimiz deməli 9 saatdan sonra avtomatik olaraq işə düşəcəkdir. Yenidən bu funksiyanı ləğv eləmək üçün cancel düyməsini basırıq. Bəli, hörmətli tamaşaçılar, biz sizə bütün burada demək düymələri izah etdik. Set isə seçdiyimiz deməli funksiyanı okey eləmək üçün, təsdiq eləmək üçündür, nəzərdə tutun. Bizi axıra qədər izlədiyinizə görə mən sizə təşəkkürümü bildirirəm. Mən Yusuf müəllim, kondisionerlərin təmiri kitabının müəllifi. Bu kitabı əldə etmək istəyənlər bizə müraciət etsinlər. Biz də inşallah sizə onu göndərərik. Əssəlamu aleykum.